Bu kiçik məktubu sizinlə bölüşməyə vadar etdi. Əzizim, hər xırda şey üçün ürəni yükləmə. Hər şeyi Allaha verməyi öyrən. Kəlamda yazılıb, qayğı yükünüzü ona verin. Çünki o, sizin qayğınıza qalır. Həmçinin Rəbbim bu sözlərini xatırlayıram. Mənim əlim qısa deyil ki, xilas edə bilməyim. Qulağım kar deyil ki, eşitməyim. Allah eşidir və kömək edir. Sadəcə bizim insan təbiətimiz qayğı çəkməyə öyrəşib. Amma unutma, insan üçün mümkünsüz olan şey Allah üçün mümkündür. Bəs Allah qayğı çəkirmi? Bəli desəm, yəqin ki, yalan olmaz. Ah, Yerusalim, Yerusalim! Peyğəmbərləri öldürən şəhər. Toyuq cücələrini qanadlarının altına yığan kimi, mən də səni dəfələrlə yığmaq istədim, amma sən istəmədin. Bəli, Allah məyus olur, biz ondan uzaqlaşmaqda israr edəndə. Bəs Allah sevinirmi? Bəli, çünki o deyir, günahkarın tövbəsini istəyirəm və bir günahkarın tövbəsi üçün göylərdə bayram olur. Deməli, Allahın qayğısı mənim ondan uzaq düşməyim, sevinci isə mənim ona geri dönməyimdir. Bunları dərk edəndə qayğılarımdan, başıma və mədəmə verdiyim zərərdən utandım. Elə utandım ki, hönkür-hönkür ağladım. İllərlə insanları razı salmaq üçün öz sağlamlığıma nə qədər zərər vermişəm. İnsanların könlü xoş olsun deyə sevdiyim şeylərdən imtina etmişəm. Halbuki bunlar nə mənim, nə də başqalarının xilası üçün vacib deyildi. Və bugün Süleyman kimi deyə bilərəm, səma altında görülən bütün işlər, çəkilən bütün zəhmətlər puçdur. Ən pisi isə budur ki, bunu indi dərk edirəm. İnsanlar rahat yatanda mən onların dərdinə yanıb, narahat olduğum, yuxusuz qaldığım gecələri xatırlayıram. Bugün bitməyən sağlamlıq problemlərimin kökündə puçluğa sərf etdiyim o illər dayanır. Boşuna zibil qabına atdığım zamanım və sağlamlığım. Əziz dostum, bu məktub sənə çatıbsa, bil ki, bu sözlər sənin üçün bir dost məsləhətidir. Zamanını sənə və başqalarına xilas gətirən şeylərə sərf et. Unutma, Allah deyir, mənim yolumda canını itirən onu qazanacaq. Bugün mən dərk etdim, bəlkə biraz geçdir, amma bilirəm ki, hələ də geç deyil. Unutma, kim olursan ol, Allah səni çox sevir. O səni həsrətlə gözləyir və ən əsası, sən onun üçün təsəvvür edə bilməyəcəyin qədər dəyərlisən. İnsanlara baxma, Allaha baxanın üzü nur saçar, qızarmaz.